Gənclik Mall, Wonderland Uşaq Əyləncə Mərkəzi və İctimai Televiziya təqdim edir. Sabahınız xeyir olsun, 7 şüşənin dəyərli izləyiciləri, balaca dostlarımız, valideynlər, müəllimlər. Bugün sizin evinizə baharın xoş ab-havası, bayram ab-havası ilə gəlmişik. Bugünkü proqramımız biraz daha fərqli olacaq, hər dəfəkindən biraz daha maraqlı olacaq. Çünki bugün tək deyiləm, yenə balaca dostlarım var, hətta Kosa ilə Keçəl də var. Düzdür, indi mən onları görə bilmirəm, biraz... Keçəl, gəl, vaxt itirmədən yaxmaq çünki bizi... Kosa gəlsənə, gəlib salam versənə. Keçəl gəldi, bəs Kosa hardadır? Yenə Kosan bir oyun eylər. Gör mən kimləri görürəm. Necəsən? Bayramımız mübarək, Bahar qızımız. Yaxşısınız dostlar. Bəli, çox gözəl. Mən də çox yaxşıyam. Həm bugün bayram efirimizdir deyə, həm balaca dostlarımız orada bizi gözləyir deyə, həm də siz gəldiniz deyə çox yaxşıyam. Bilirsiniz, orada bizim balaca deməli aktrisalarımızın, aktyorlarımızın xüsusi bir səhnəciyi var. Necə gözəl. Səsini eşidirsiniz, baxın. Görürsünüz necə oxuyub oynayırlar. Hətta orada da bir Kosa ilə Keçəl var. Amma daha balacadılar. Mən maraqlıdır. Balaca Keçəl necə gördüm, balaca Keçəl. Elə isə... Balaca Kosa necə görsən? Elə mənə də maraqlıdır. Vaxt itirmədən gedək. Deyirəm ki, onlara yaxınlaşanda biz də bir mahnı oxuyaq, oynayaq. Yaxşı onlara qoşulaq ki, daha maraqlı olsun. Ay Keçəl, sənsən? Hə, mənəm. Görmürsən, tanımadım. Axı saçın var. Bilirsən nə olub? Nə olub? Su çərşənbəsində ahar suda ələcimi yuyub demişəm. Ağırlığım, uğurluğum sulara. Sonra? O çərşənbəsində tonqal qalayıb üstünə hoppanır demişəm. Ağırlığım, uğurluğum odlara. Nə danışırsan? Yer çərşənbəsində demişəm. Külək əsin, meh əsin, başıma da tük gəlsin. Başıma da tük gəlib. Axı bu möcüzədir. Navruz bahara, ay bahara, güllər nibara, ay nibara. Bağçamızda gül olsun, ay gül olsun. Gül olsun, bülbül olsun, ay gül olsun. Yağmur olsun. Neynək? Bal olsun, evdəkilər sağ olsun, ay sağ olsun. Ay Kosa gəlsənə, gəlin salam versənə, çömçəni doldursana, Kosanı yola salsana. Al uyruğu, saqqalı it quyruğu, Kosan bir oyun eylər, keçəni qoyun eylər. Yığar bayram xonçası, Keçəlin toyun eylər. Kosa, hardan gəlmirsən? Mən Dərbətdən. Dərbətdən nə aldın? Alma. Almanı neynədin? Satdım. Bəs əvəzinə nə aldın? Öküz. Bəs öküzü neynədin? Bir yumruq vurdum, öldü. Başın sağ olsun Kosa, canın sağ olsun Kosa, arzunuzda mezgusa, nəfəsiz ölməz Kosa. Ölmərəm, narahat olmayın, ölmərəm. Azanı ay azanı, doldur gətir qazanı, payını artıq verin, yola salın Kosanı. 5 yumurta payındır, əskiyin olmayasan, xırcını yaxşı doldur, əli boş qalmayasan. Mənim Kosan oynayır, gör necə dincilliyir, ona qulaq asanı, qulağı zincilliyir. Köhnə vokal başında, gələm oynar qaşında, 155 yaşında, gövdə cavandır Kosa. Ay Kosa, saqqalı Yoldurma gəl, Xurdu da doldurma gəl. Noğulda baxın bizdə, Novruz oldu durma gəl. Bu Kosa hardan gəlir, qurtarıb qardan gəlir. Yağ verin, yağlansın, bal verin, ballansın, çoxca bilib allansın. Ay Kosa, necəsən?
Keyfim yoxdur, xurcunum boşdur. Heç xurcun da yoxdur. Ay Kosa, bu ne söz və dərd eləmə. Uşaqlar, gəlin Kosaya bayram payığa. Mən aşiq xoşa gəldi, oxudu, coşa gəldi. Sevimli bahar fəsli Novruzla qoşa gəldi. Elə siz də xoş gəldiniz dostlar, necəsiz? Yaxşı. Necə oxuyub oynadılarsa, sözün əsl mənasını dedim ki, mən də bir bənd deməliyəm. Bəyəndiniz? Bəyəndiniz bayatını? Bəli. Mən çox bəyəndim, mən çox bəyəndim. Kosa, Keçəl, bizim balaca Kosa ilə Keçəlin oyununu bəyəndiniz? Əla, əla. Keçən də xoşuma gəldi. Hə, görək bayaqdan nə deyirik? Xoş gəlmisiniz deyirik. Bayram ab-havası olan bugünkü proqramımızı bizi izləyənləri də bir daha salamlayırıq. Bəs görək bugünkü dostlarımız hardan gəliblər? 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Çiçəyim Uşaq Teatrının üzvləridir bugünkü qonaqlarımız. Kosa, Keçəl, bir dənə adlarına fikir verin. Çiçəyim, əsl Novruzu, baharı əks elətdirən adları var. Elə isə bu adda, bu ab-hava da bizə nə deyir? Onlarla yaxından tanış olmalıyıq. Tanış olaq. Elə Kosa, siz tərəfdən başlayaq. Bu şərəfli peşəni məmnuniyyətlə yerinə yetirərəm. Buyurun. Adım Əlidir. Əli, maşallah, ne gözəl. Yasmin. Yasmin. Kənan. Kənan. Nazlı. Nazlı. Nazlı kızım. Uğur. Uğur, ay nə gözəl. Mən sizin hamınıza uğur arzulayıram. Uğur balan timsalında. Bəli. Nədir? İndi ver, mənim dəstəmin adını örgənək. Ay keçəl, mən yumurta döyüşdürə, mikrofon allam özümə. Gəl də Mikrofon mən allam höcət özümə. eləyirsən, sən yenə Yenə məndən dalaşırlar. dalaşırsan. Bu bayram günündə gəlir uşaqların qanın qaraldaq. Ver. Yenə dalaşdılar. Dalaşmayın dostlar. Tükür Hə. almayıb başında. Hə, Rasif. Rasim. Sənə deyəsən bu bayramda çox qoğal yedizdiriblər, hə? İsmail. İsmail, Lida. Lida, Elmir. Elmir. İpək. Kim? İpək. İpək. Ay, nə gözəl adları var bizim dostlarımızın. Dostlar, elə isə mərhələlərimizə başlayaq. Başlayaq. Hər yarışda 2 komanda iştirak edir. Hər komanda 5 iştirakçıdan ibarətdir. Oyunda 7 şüşə var. Hər mərhələdə qalib gələn komanda 1 şüşə qazanır. Hər şüşənin öz xalı var. Birinci şüşə 1 xal, ikinci şüşə 2 xal, üçüncü şüşə 3 xal, dördüncü şüşə 4, beşinci şüşə 5, altıncı şüşə 6, yeddinci şüşə 7 xal qazandırır. 7 mərhələdə ən çox xal yığan komanda qalib sayılır. Keçəl, görmürsən heç nə? Görürəm. Gələcəyi də görsən. Hə, Bu neçədir? nə bilim. Aha, hazırsın. Hara getdin? Buradayam. Sağa. Sağa. Sola. Aha, at görüm. Tut. Aha. Hə? Hop. Tuttu. Kəs səsin. Birini at. Ay, yuxarı ilə. Ay, Keçəl. Sən hop. Tutamadım. Hop. O kimdir? Bahar qız. Salam mələkəm. Neyinirsiniz burada? Tuttum ay Bahar qız, tuttum. Cığallıq eləyirdi. Özdə Sən qırmızı cığallıq rəngdə. eləyirsən. Deməli oyunun qaydalarına uyğun hərəkət eləməyib, hə? Hə, Amma cığallıq əslində deyərdim ki, elə görünür. Çünki bizim mərhələmizdə ay Kosa, çömçə yoxdur. Bizim mərhələmizdə əksinə böyük bir səbət var. Nə olsun mən çömçü ilə tutmuşam, düz deyil ay uşaqlar. Başım var. Düzdür. Amma dostlarımız üçün çətindir də bu, düzdür dostlar. Yəni səbət daha rahatdır. Mən heç tuta bilmərəm. İndi bu çömçə sənindir deyə səndə rahat olur, amma bizim dostlarımız üçün bu mərhələ çətin ola bilər. Ona görə qəşəng oynadınız. Mən bayaqdan sizə fikir verirdim. Çox maraqlı oyun keçirdi. Deməli, əslində Keçəl, sən oyunun qaydalarına uyğun hərəkət edirdin. Yəni gözünü bağlamışdın. Kosa deyirdi, sağa göndər, sola göndər və sən topu bir-bir atırdın. Kosada bir balaca səhvlik var idi. Əsl səhv deyil. O fikirləşir ki, mən çömçə ilə saxlayacağam onu. O həmişə elədir. Həmişə cığallıq eləyir. Yaxşı, Həmişə yaxşı, cığallıq yaxşı. eləyir, məndən də mübahisə Keçəl, eləyir. haqqıma girirsən. Yaxşı, sakit bayram günü dalaşmaq olmaz. Biz ən yaxşısı, ən yaxşısı gəl qaydalarla tanış olaq. Yaxşı, həm dostlarımız üçün, həm sizin üçün, həm də bizi izləyən dostlar üçün aydın olsun, sonra oyunumuza başlayaq. Yaxşı? başlayaq. Yaxşı, qaydalar.
Topla mərhələsində hər iki komandanın iştirakçıları gözü bağlı halda topu səbətə atmalıdırlar. Ən çox top atan komanda qalib sayılır. Qaydalarımızla tanış olduq. Bəli, biz bugün indi birinci mərhələmizə başlayırıq ki, bu da topla mərhələsidir. Mərhələmizin adı topladır. Həm topla oynayırıq, həm də topları yığmalıyıq ki, toplarla bərabər xalları da yığa bilək. Amma bugündən bağlı bir fərqlilik var. Həmişə bizdə necə olur? Fərqli-fərqli məktəblərdən fərqli sinifin şagirdləri gəlir. Amma bugün bir komandanın iştirakçıları var deyə, onlar öz aralarında hər komanda üçün ad fikirləşiblər. Kösa, Keçəl, mən də istəyirəm ki, bugün siz həmin komandalara başçılıq eləyəsiniz. Yaxşımı? Onları dəstəkləyin. Bəlkə hansısa üsullar var ki, öyrətmək istəyirsiniz ki, qalib olsunlar və yaxud da uduzmamaları üçün xüsusi diqqət etmələri lazım olan nüanslar olar ki, onları öyrədin. Mən heç nə eləməyəcəm, yaxşımı? Mən ancaq sizlə bərabər oyunları izləyəcəm. İndi istəyirəm ki, öyrənim, sizin komandanın adı nədir? Ulduzlar. Ulduzlar komandası. Məndən olsa şəkər bura paxlava komandası olardı. Bilmirəm, hə, yaxşı, ulduzlar seçiblər, yaxşı. Ulduzlar komandası özünüzü bir alqışlayın, bir uçuraq, əla. Və sarı köynəklilər, sizin adınız necə olacaq? Günəş komandası, əla. Deməli, sarı köynək geyinən dostlarımız Günəş komandasıdır. Keçəl onlara başçılıq eləyəcək və qırmızı köynəkli dostlarımız isə Ulduzlar komandasıdır ki, Kösa da onlara başçılıq eləyəcək. Bəs dostlar, ilk olaraq kimdən başlayaq sizcə? Kim cəsarətlidir? Yaxşı, gözüm nəsə Kənana sataşdı. O tez əlini qaldırdı. Kənan, sizlə başlayaq, yəni Günəş komandası ilə başlayırıq. Ulduzlar, keçin arxada əyləşin, sakit formada əyləşirik. Kənan, buyur, səbəti sən saxlayırsan, yoxsa kim? Aha, İsmail, keç o zaman digər adımı tərəfə. batırmayın, ha. Mən atım. Yox, yox, Keçəl, sən yox, siz oynadınız artıq. İndi dostlarımızın sırasıdır. Yaxınlaş qızım, yaxınlaş. Mən sırayla hər birinizin gözlərini bağlayacağım. Siz də sırayla atacaqsınız. Yaxşı? Mən fiti səsləndirəcəm. Qulağın İsmaildə olsun. Keçəl, sən də nəzarət elə. Mən qulağına deyəcəm. Düz at, düz. Əslində qəşəng idi, amma təəssüf ki, alınmadı. Uğurla davam eləyirik. Uğur, işıq gələn tərəf at. Uğur. Ay, qəşəng olurdu, heyif, alınmadı. Göstər, Çox güclü göstər. komandandan. Ay mənim nazlı qızım. Dönəyi nazlı qızım, nazlı qızım. Qızım, atanda belə, yaxşı. Möhkəmdir, eşitmirəm. Belə. Tələsdiz dostlar, Aman zaman bir tələsdiz. dənə top atmışdı, onu da sən qaytardın üzbəri. Və kapitan. Kapitan, bildin də, Kənan. belə atarsan. Gözlə, tələsmə Kənan, gözlə elə. Aha. Afərin. Deməli, tələsməyəndə alınırmış. Yaxınlaş İsmail. Sizin artıq bir topunuz var. Görək bu bir top sizə bir xal gətirə biləcəkmi? Onu digər komandanın oyunundan sonra biləcək. Ulduzlar komandasının bir xal qazanması üçün sadəcə olaraq 2 topu səbətdə saxlamalıdırlar. Yəni, Raysim 2 topu tutmalıdır. Yaxşı mı Raysim? Heç 4 topa belə ehtiyac yoxdur. 2 topu tutsa qalibsiz. Əli, sənə də inanıram, Rasim sənə də inanıram, komandamıza inanıram. Kapitanımızla başlayırıq. Birinci mən fiti səsləndirim, gözlə. Mən də. Sağ ol Əli. Afərin sizə, qəşəng. Ay, mən çox Gəl. Bax, mənim səsimi işləm bir tərəf. Keçələ fikir vermə, sən Rasimə fikir ver. Keçəl, hiylə eləmə. Ay. Keçəl, basən şaşdırırsan. Dalaşmayın. Kösə əsəbləşmə, gəl. Tələsmə, gözlə. Hə, danış. Arxaya at. Çox uzağa göndərdin. Alo, qutuda təzyiq dərmanım var. Onu qoy, klokun arasına gətir mənə bura. Yaxşı? Ay Kösə, sənin də çömçən nə uğurludur. Həm telefondur, həm səbətdir. Sehirli həm- çömçədir, Maşallah. bəli. Qızım, mən tərəf at. Bura at. Olmadı. Alo, eşidirsən? Şəkər dərmanını da göndər. Yaxşı, sağ ol.
Rasim, bir topunuz var, doğrudur? Pis olmuruq, hələ ki oyun davam eləyir. İndi yenidən həm Günəş komandasından, həm də Ulduzlar komandasından bir nəfər topu yenə səbətə göndərəcək. Əgər bir komanda ata bilsə, digər ata bilməsə, həmin komanda qalib olacaq. Tələsmə, gözlə, səsləndirim. Kösəyə Ay Rasim, dedim ağı tələsmə. Heyf, olmadı. uşaqlar dəstək verin. Güneş, 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 Gözlə, gözlə. güneş, 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 güneş. Və bəli, bir xal Günəş komandasınındır. Keçər, sevinə bilərsiniz. Bu sizin. Əhsən mənim. Birinci mərhələ, bir xal və İsmail. Sən öz komandana elə məhz bu xalı gətirdin. Keçər, gedəkmi? Gedək. İsmail. İsmail. Yerləşdir kuboku. Onu ən axırda qoyarıq İsmail. Yaxşımı? Görək kim qalib gələcək. Məsələn, bu da hündür bir yerdir. Oranı seçə bilərsən. Elə isə yaxınlaşın, yaxınlaşın. Gəl. Ucadan nə deyirik? 73-ə deyirik. Gəl. 73-ə! Bir xal Günəş komandasınındır. Əslində, hər proqramda biz kəndir baz mərhələsində kəndirlə oynanan oyunlardan, Novruz bayramındakı adət-ənənələrdən danışırıq. Kəndir çəkmədən, kəndirbazlardan. Bugün isə əsl onun yeridir. Sadəcə olaraq bizim mərhələmizin digər adət-ənənələrimizdən, yəni kəndirlə bağlı olan oyunlardan biraz fərqliliyi var. O da ki, komandalar bir yerə yığışır. Biraz kəndir çəkmə oyununa bənzəyir, amma xırda nüanslar var ki, fərqlilik təşkil edir. Bir fərqi də bilirsiniz nədir? Nədir? Bu mərhələdə hansı komanda qalib gəlsə 2 xal qazanacaq. Yəni Günəş komandasının bir xalı var. Əgər Ulduzlar komandası 2 xal qazansa, birbaşa önə keçəcəklər. Dostlar, eşitmisiniz? 2 xal qazanacaq. Elə isə vaxt itirməyək, tez qaydalarla tanış olaq və mərhələyə başlayaq. Kəndirbaz mərhələsində komandalar kəndirin bir tərəfindən tutub özlərinə tərəf qarşı komandanı çəkməlidirlər. Hansı komandanın birinci iştirakçısının ayağı yerdə çəkilmiş xətti keçsə, o komanda məğlub sayılır. Qaydalarımızla tanış olduq. Belə tez qalibiyyət göstərmirdi. Günəş komandası 2 xalda sizindir. Sevinə bilərsiniz, sevinə bilərsiniz. Güneş. Bu gündən bu çömçənin daşını atıram. Mənə lazım deyil belə çömçə. Sənin Hələ ulduzun 3-cü mərhələ var, 3-cü mərhələ var. Üçüncü Qorxma, mərhələ? hə, 3-cü mərhələdə var. Sən elə sadəcə yemək qarışdırmağa yarayırsan. Çömçə! Kəndirbazın əsas qaydalarından biri də öndə dayanan ipi tez çəkməlidir. Onu da bizim kapitanımız elədi. Ona görə 2 xalda məhz yenə Günəş komandasınındır. Getdik. Gedək. Kənan. Əla Kənan. Yaxınlaşın dostlar. Yenə uca bir səslə yetişişə! Uşaqlar, şərtləri başa salıram. Bax, götürdünüz halqanı, atmalısınız kösanın papağından keçməlidir. Bax, belə. Hop, gördünüz? Bax, belə. Ay Kösa, ay Keçə, mən belə fikir verdim ki, siz bizim proqramımızı izləyirsiniz. Bəli. Çox sağ olun. Amma diqqət eləmirsiniz. Bəli, bu halqa bir tirə keçməlidir, amma bu Kösanın papağı olmamalıdır. Mən nə demək istəyirəm? Mən demək istəyirəm ki, mən başım girməyən yerə bədənimi soxmuram. Hə, heç nə. Onda mənim ona deyəcək heç nəyim yoxdur. Axı siz dostlarınızı çaşdırırsınız. Yox, dostlar, burada Kösa ilə Keçəl oynamayacaq. Biz bu halqanı qarşımızdakı tirlərə göndərəcəyik. Başqa hansı qaydalarımız varsa, onu da indi izləyəcək. Yaxşı? O zaman izləyək. Halqa mərhələsində komandalar növbə ilə halqaları tirə atmalıdırlar. Hansı komanda halqaları daha çox tirə keçirsə, o komanda qalib sayılır. Kösa, Keçəl, gördünüz qaydalarımız necədir? Əla. Dostlar, siz də gördünüz nə etməlisiniz? Elə isə birinci Günəş komandası ilə başlayacağıq, çünki bundan əvvəlki mərhələdə onlar qalib gəlmişdilər. Kapitan, tələsmirsən, Fiti səsləndirirəm, hazır olanda halqanı tirə tərəf göndərirsən. Gözlə, siz də dostunuzu dəstəkləyə bilərsiniz.
Ay Kənan, hara gedirsən? Aha, Rasim. Xəttə diqqət elə Rasim, xəttə tapdalamaq olmaz. İsmail, buyur. Şeker bura patlama. Ay, alınmadı. Rasim, sən arxaya keç, zəhmət olmasa. Xəttə diqqət elə, xəttə diqqət elə. Ay, alına bilərdi. Aha. Yox, xəttə tapdalamaq olmaz. Hazır ol. Bravo. Gözləyin, hələ oyun bitməyib. Dostlar, sıranı pozmayaq, zəhmət olmasa, sıranı pozmayaq. İndi sənsən. Olmadı. Korkudan yapıştı. Ay Kosa, bilirsən nə maraqlı oldu? 3-cü mərhələ, 3 halqa və 3 halı birdən qazandılar. Aferin sizə, sevinə bilərsiniz. Gedək kuboku yerinə yerləşdirək. 2 mərhələdən sonra Əli, Lida və İpək eyni anda 3 halqanı tirdən keçirdi və birbaşa komandalarına 3 hal gətirdilər. Aferin sizə, getdik Kosa. Ulduzlar. Kuboku yerləşdirin, ən uca yerlərdən birini seçin. Onun yox, onun yanındakını seçin. Çünki o hələ sonuncu mərhələmizdə bəlli olacaq. Yaxınlaşın, Kosa gəl, ucadan, uca səslə birlikdə deyəcək 7 şüşə. 7 şüşə! 3 hal Ulduzlar komandasınındır. Kosa, indi necəsən? Yemişəm şəkər buradan paxlavadan, içmişəm pürəngi çaydan. Keyfim kök, damağım çax. Onda gəl deyişək. Deyişək deyirsən, deyişək də. Görək kimin də səsi qalib gəlir. Əlbəttə ki, mənim. Əlbəttə ki, mənim. Yox, mənim. Mənim. Əlbəttə ki, Bizim. Əlimi bıçaq kəsibdi, dəstə bıçaq kəsibdi. Yağ gətirin yağlıya, bal gətirin ballıya, dəsmal verin bağlıya. Dəsmal dəvə boynunda, dəvə şirvan yolunda, şirvan yolu qız bağla, dəstə gül bağla. O gülün yerin süzeydi, tellərimə düzeydi. Bu Novruz bayramında sınra süzeydi. Şam ağacı çatır kesin, toz ağacı qotur kesin. Əmim oğlu eşmə dolu, haldır dedi, buldur dedi, çəkmə dedi, çarın dedi, çək dedi. Bizimki 3-4 qapını öp, 5-6 qaş altı, 7-8 firəngiz, 9-10 qırmızı dol. Səni, saxla məni, hər il göyərdərəm səni. Sən gələndə yaz olur, avaz olur. Yazda könül şad olur, qada illət yad olur. Səməni, saxla məni, hər il göyərdərəm səni. Bayramınız mübarək! Bayramınız mübarək. Yaxınlaşın dostlar. Biz artıq 3 mərhələni geridə qoyduq. Yenidən öz milli ab-havaya uyğun şəkildə paltarlarımızı geyindik. Kosa, Keçəl, Nağara ifaçımız və bizim balaca dostlarımız buradayıq. Gəldik ki, növbəti mərhələləri keçid alaq. Amma bilirsiniz də, Kosa, Keçəl, onlar bugün bizə o qədər gözəl səhnəciklərlə gəliblər ki, hər mərhələnin əvvəlində heç olmasa bir səhnəciklərini izləmək istəyirik ki, mərhələlərimiz daha da yaxşı keçsin. Dostlar, yorulmamısınız ki? Növbəti mərhələlərə hazırsınız? Bəli! O zaman keçək 4-cü mərhələyə? Bəli! Keçək. Elə bu gözəl səhnəcikdən sonra Novruz ab-havalı yeni mərhələmizə keçid alırıq. Nəyə görə yenidir? Əslində yeni deyəndə bu mərhələni biz ancaq Novruz bayramında oynayırıq. Çünki Novruzun ən gözəl məqamlarından biri də nədir? Fal var, sonra nə var? Papaq atma var, yumurta döyüşmə var. Biz də fikirləşdik bunlardan hansı bizim oyunlarımıza, proqramımıza uyğundur? Təbii ki, yumurta döyüşdürmə oyunu. Bəsit qaydadır, xüsusi bir özünüz bilirsiniz ki,
qaydası yoxdur, bəsitdir. Amma bəlkə ola bilər də biz yenilik əlavə eləyərik. Ona görə gəlin dostlarımız oyun müddətində çaşmasınlar deyə, hər hansı bir problem yaşamasınlar deyə mərhələni, qaydalarını bir daha izləyək. Yaxşı? İzləyək. Yumurta döyüşdürmə mərhələsində hər komandaya 5 yumurta təqdim olunur. Yumurta döyüşündə ən az yumurtası sınan komanda qalib sayılır. İlk olaraq kapitanlarımızla başlayırıq. Kənanla və Əli ilə. Seçin, özünüz seçin. Mən müdaxilə eləmirəm. Yaxşı, kim birinci başlayacaq onu da özünüz seçin. Kim başlasın? Yaxşı, başla görək. Əli, nə baş verdi Əli? Kameraya göstərək. Təəssüf ki, bir ədəd artıq bizim deməli, Ulduzlar komandasında məğlubiyyət var. Lakin Günəş komandasında artıq bir qalibiyyət var. Təbii ki, bundan bitmir. Digər iştirakçılar gəlir, yaxınlaşın. Digər rəqiblər. Yaxşı, yox, bir-bir, Raysimlə Uğur davam eləyir. Seçin. Bu dəfə də Raysim, səndən başlayaq. Biraz yaxın gəlin, rahat oynaya biləsiniz deyə. Raysim, elə vurdun ki, elə səsindən bilindi ki, artıq bu qırıldı. Artıq Ulduzlar komandasında göründü ki, 2 yumurta sındı. Demək, Günəş komandasında isə hələ ki qalibiyyət davam eləyir. İndi isə qızlarımız Lida və Nazlı oynayacaq. Seçin. Nə sürətdir. Yenə davam eləyək, birinci səndən davam eləyək. Aha, və Günəş komandasında birinci yumurta artıq qırıldı. Necə gedirik? Deməli, 2 xal Günəş komandasındadır, 1 xal Ulduzlar komandasındadır. Hər şey dəyişə bilər. Yox, o artıq seçilmişlərdəndir. Buyurun. Bax. Biraz yaxın gəlin. İndi sən yönləndirirsən. Aha. Heyif. Yox. Kimdə oldu? Sizdə. Demək ki, və bu da nəticəni xeyli dəyişdi. Artıq 2 xal Ulduzlar komandasındadır, 2 xal Günəş komandasındadır. Deyəsən sonuncu iştirakçılarımız doğrudur. Bunu kim doğru şəkildə edə bilsə, o komandada qalib olacaq. Hazırsınız? Aha. Buyurun. Özü elə qırıldı ki, deyir yox, mən uduzdum, heç nə olmaz, eybi yoxdur və bu o deməkdir ki, 4 xal Günəş komandasındadır. Ay Keçəl, Uğur elə uğurlu iştirakçıdır ki, öz komandasına birdən-birə 4 xal gətirdi, bilirsən? Gördük ona. Elə isə alqışlarla Uğur, gedəkmi? Gedək. Uğur. Yerləşdir. Afərin sənə Uğur. Gəlin özümüzü bir alqışlayaq. Deməli, Uğur 4 xalı öz komandasına gətirdi və Günəş komandası artıq neçə xal oldu? 7 xal oldu. Biz gedək xallarımızı bir də hesablayaq, gələcəyik. Tez topla mərhələsindəyik. Bu qədər mərhələni keçdik, gəldik. Nəhayət 5-ci mərhələyə çatdıq. Bu mərhələdə elədir ki, kim qalib gəlsə 5 xal qazanacaq və bu xal da mütləq şəkildə günün gedişatını, mərhələlərin gedişatını dəyişə bilirlər. Kosa və Keçəl artıq yerinizi almısınız. Komandalar Günəş və Ulduz komandası artıq yerini alıb. Mən də öz yerimdəyəm. Məqam nədir? Birinci mərhələnin qaydaları, sonra isə mərhələnin özü. Elə isə qaydalar. Tez topla mərhələsində hər iki komandanın iştirakçıları yerdə olan fiqurları gətirib tirə taxmalıdırlar. Oyun zamanı eyni anda bir komandanın 2 iştirakçısı hərəkət edərsə, oyun yarımçıq saxlanılır. Qaydalarımız bəlli, dostlarımız hazır. Hər iki komandaya uğurlar. Ay bala, o vaxt saqqala. Aha, sürətli. Sıranı pozmayın, get. Bir-birinizə baxın dostlar, qarşı komandaya baxmayın. Əla. Sürətli olun biraz. Biraz sürətli olun. Əla. Dostunuz çatdısa qaçın. Gözləməyin çox. Əla. Sürətli olun, biraz sürətli olun. Biraz sürətli olun. Əlasız. Gəl. Tez olun.
Az qalıb hər şey dəyişə bilər, hər şey dəyişə bilər və... Bəli, hər şey dəyişə bilər dedik, hər şey dəyişir. Çünki Ulduzlar komandası 5 xalı qazandı. Günəş komandası 7 idi, onlar artıq 8 oldu. Afərin, sevinə bilərsiniz dostlar. Gəlin, gəlin, bugün sizlə sevinməmişim. 1, 2, 3. Ulduzlar! Ay Kösa, sizin komandada Elmirlə Rasim necə sürətlidirlər. Tez topla mərhələsinə tez qaçdılar, topladılar və komandasına 5 xal gətirdilər. Elə isə kuboku yerinə yerləşdirsinlər. Getdik dostlar. Ulduzlar! 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 Əla, əla, alqışlar, alqışlar. Ulduzlar, Yaxınlaşın bir daha komandamızın adını səsləndirək. Ulduzlar! 5 xal onlarındır. Mən sənə demiyorsun, sən tapmayacaqsan, mən taparım. Tapmaq bilirsən ki, mənlikdir. Qarışdıram. Gel. Burada. Tamam, bir də. Bu dəfə tanımasan, başımı bırakam. Tut bunu. Ay, Bir dəqiqə, neyinirsiniz? Demirsən tap görək oyunudur. Deməli, biz tap görək. Biz də tapdıq da. Tapmaq elə bizi. Dostlar, bizim mərhələmiz belədir. Ay Kösa, ay Keçər, bugün bütün mərhələləri səhv başa düşmüşsünüz. Konfetimi bir mənə. Nəysə, yaxşı, eybi yoxdur. Mən sizi başa düşürəm, bilirəm ki, oyunların, bayramın biraz təlaşından, həyəcanından belə olur, heç nə olmaz. İndi biz dostlarımızla bərabər, sizlə bərabər tap görək mərhələsinin qaydalarını izləyəcək, yaxşı? O zaman diqqətlə baxın ekrana, baxın. Tap görək mərhələsində çoxsaylı dolabların içində yalnız 5 dolabda oyuncaqlar gizlədilib. Bütün oyuncaqları ən tez tapan komanda qalib sayılır. Vaxt itirmədən fiti səsləndirirəm, dostlarımız da qaçır. Qaçın dostlar. Keçər, sən burada əyləş. Kösa, sən də burada əyləş. Qırmızılar. Aha. Yığın, belə qoymaq olmaz. Yığın, üst-üstə yığın. Üst-üstə yığın. Sizdə neçə ədəd oldu? 4 ədəd. Sizdə neçə ədəd oldu? 2 ədəd. Dörd olur üst-üstə. Ay, Aha. Naz! Bitib artıq, bitib. 1, 2, 3, 4, 5 oyuncaq. Sizdə biraz gecikmə oldu. Deyib. Ay, qırmızılar. Çaktırmadım onlarla sevinməyi, amma ev yoxdur. Biz gedirik kuboku yeni yerləşdirək. Tap görək mərhələsində bitirdik. Nazlı sonuncu oyuncağı gətirdi və neçə xal qazandıq Nazlı? 6 xal. Keçər, getdik. Nazlı. Yerləşdir. Əla. Nazlı. Novruzun ən gözəl məqamlarından biri də süfrədə 7 fərqli nemətin olmağıdır ki, hər birinin də bir mənası var. Elə bizim proqramın adı da həm 7 şüşədir, həm 7 fərqli mərhələmiz var. 7 fərqli qaydamız və 7 fərqli xallarımız var ki... Əsl Novruz oyunu. Bəli, ona görə də komandalar elə bu fərqli xalları topladılar, gəldilər, çatdılar elə bir məqama ki, bir komandanın 13 xalı var, bir komandanın 8 xalı var. Bu da o deməkdir ki, bu mərhələdə kim qalib olsa, günün qalibi də xal etibarilə o olacaq. Amma bundan öncə ilk olaraq qaydalarımızdan tanış olacaq. Kösa, Keçəl, hazırsınız mərhələyə? Mən hazıram. Mən də hazır. Günəş komandası, Ulduz komandası, Ulduzlar komandası, hazırsınız mərhələmizə? Bəli. Mən də hazıram. Elə isə qaydalar. Estafet mərhələsində iki komandanın iştirakçıları pilləkənləri qalxıb, maneələrdən keçərək sürüşkəndən sürüşməlidirlər. Bitiş nöqtəsinə ilk gələn komanda qalib sayılır. Toxunmayın bir-birinizə, toxunmayın. Görək hər şey dəyişəcəkmi? Kim gəlir? Get. Tələsmə, hər şey qaydasında. Səhər çörək yeməmişsən abala. Yeyib, yaxşı yeyib. Sən də mənim kimi bütün adları qarışdırdın. İrəli gəl, ayaqlarınızı qoyun ora, ayaqlarınızı qoyun ora. Get. Ay qız, nə olub? Hara qaçırsan? Hara tələssən? Ay qız, tez gəldi.
Ay dostlarımız çox sürətlidir. Mən heç görə bilmirəm ki, kim gedir, kim qalib gəlir, nə baş verir. Get, gözlə, qırmızı gəlməyib hələ. Sən, hə. Get. Biraz uzan dincəl biraz dincəl. Görəsən hər şey dəyişəcəkmi, yoxsa elə xallar eyni mi qalacaq? Bəli, dəyişmədi, xallar eyni qaldı və bu o deməkdir ki, Günəş komandası 13 xalına əlavə 7 xalda gətirdi, 20 xal oldu. Lakin Ulduzlar komandası 8 xal oldu. Sənin mən burada. Sən kəlləmi. Kosa, Keçəl, siz də gəlin. Çünki bugün bizim bayram efirimiz idi və xalların fərqli olmasının heç bir önəmi yoxdur. Biz hər birimiz bir komandayıq. Doğrudur. Elə isə yaxınlaşın, gəlin birlikdə ucadan 7 şüşə deyəcəyik. Gəl. Keçəl, gəl. 1, 2, 3. 7 şüşə! Estafet mərhələsində Yasmin, afərin sənə. Gəldin, həm sarı kuboku, həm 7 xalı, həm də bugünkü qalibiyyəti öz komandana gətirdin. Getdi o zaman. Yasmin. Yerləşdir. Afərin. Yaxınlaşın. Gəlin komandamızın adını bir ucadan səsləndirək. Uğur, gəl. Günəş. 7 xalda onlarındır. Əslində hər zaman məni belə səsləyirdilər. Amma bugün mən də dostlarıma qoşulacağam. Dostlar, hazırsınız? Elə isə hədiyyə. Novruz, baharı, ay baharı, günlər mübarı, ay mübarı, baxçamızdan gül olsun, bülbül olsun, bal olmasın, ya özüm verəcək. Ay sağ ol, kapitanlığım bildirir, kapitanlığım bildirir. Kosa ilə Keçəl hədiyyələri təqdim eləyədikcə, mən də sizlə bir daha bölüşüm ki... Bu da mən, Həsən. Yox, bir dostumuzun hədiyəsi qaldı. Gizlədim. Ay səni Elmir. Elmir bizlə zarafatlaşıldı. Kosa, Keçəl, biz bugün kimlərlə yarışdıq? 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Çiçəyim Uşaq Teatrının yetirmələri ilə bərabər idik. Onlar bugün Ulduzlar və Günəş komandası olaraq yarışdılar. Özümüzü bir alqışlayaq. Məncə yaxşı gəldik bu vaxta qədər. Necə idi? Yorulmamısınız Kosa, Keçəl? Yox, mən böyük zövq aldım. Bir 7 oyunda olsa oynayarsınız. 4'üm mən oynayaram, 3'ün Keçəl. Elə gözəl balalarla yorulmaq olar heç. Məncə də yox. Elə isə dostlar, həm sizi, həm də ki bizi izləyən hər kəsin bir daha bayramını təbrik eləmək üçün istəyirəm ki, elə ucadan öz səsimizi onlara ötürək. Yaxınlaşın, nə deyəcəyik? Bayramınız mübarək olsun. Yaxşı mı? Başlayaq. Bayramınız mübarək!